بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على من لا نبي بعده أما بعد. Birinci salamlayıram hər birinizi Allahın salamı ilə. Sonra dəvət etdiyinizə görə Allah razı olsun. Allah subhanahu wa ta'ala sizləri xeyir üzərində həmişə cəm eləsin. Allah Teala sizi məclisdən kamil savabla, Allah Teala'nın əcri ilə, mükafatı ilə və cənnəti ilə ayrılan qullarını eləsin. Və şək yoxdur ki, Allah zikr olunan məclisin mükafatı cənnətdir. Necə hədislərdə gəlir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dəfələrlə sahabələrinə əmr edərək, onları irşad eləyərək, təşviq eləyərək, onları rəğbətləndirərək buyurmuşdu ki, əgər cənnət bağçası görsəz oturun. Və soruşdular ki, ya Rasulullah, yer üzərində cənnət bağçası varmı? Dedi, bəli, Allah zikr olunan məclislər. Və yer üzərində cənnət bağçası Allah zikr olunan hər bir məclisdir. Allah zikr olunan hər bir məclis cənnət bağçalarından bir bağçadır. Təbii ki, biz şəriətin bizdən tələb etdiyi bəzi mövzuları istəyirik. Sizlə bölüşək və xatırladaq bəzi şeyləri və həqiqətən də xatırlatmaq inananlar üçün faydalıdır. Allah Teala bu fədəkkir, sən xatırlat, fə innə dikrə tənfəul müminin. Xatırlatmaq möminlər üçün faydalıdır. Və başqa ayda Allah Teala buyurur ki, fədəkkir innəfə'ti dikrə. Sən faydalandır onları, xatırlat, xatırlatmaq fayda verər. Başqa ayda Allah Teala buyurur ki, fədəkkir, xatırlat onlara, innəmə əntə müdəkkir. Sən onlar üçün xatırladansan. Ləstə aleyhim bi musaytir. Onların üzərində saytara, hökm sahibi deyilsən. Sonra bil ki, Allah Teala'nın və Rasulunun istəmədiyi şeylərdən birisi də və məzəmmət olunmuş məsələlərdən biri də dində cədəl etməkdir. Cədəl yəni mübahisə. Cədəl yəni mübahisə və münaqişə və ədavət. Əbu Umamə radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Mə zəllə qovmun bə'də hudə. Hidayətdən sonra, hidayət olandan sonra, hidayətləri üzərində olan qövm azmadı, illə ətəv əl-cədəl. Yəni onlar və ya illə utul cədəl. Yəni onlar mübahisəyə getdilər. Yəni həlak olma səbəbləri hidayətdən sonra hansı ki o hidayətin üzərində idilər, o hidayətdən azma səbəbləri mücadilə eləmək oldu. Mübahisə eləmək. Sonra alimlər bu ayəni gətirirlər ki, mə darabuhu ləkə illə cədələ. Ey Muhammed, onlar sənə bu misalı yalnız mübahisə eləmək üçün çəkirlər. Bəlhum qovmun xasimun. Onlar mübahisəni sevən qövmdür. Bunlar da müşriklər idi. Peyğəmbər sallallahu aleyhi və səlləmə demək istəyirdilər ki, bizim ilahlar xeyirlidir, yoxsa İsa xeyirlidir. Yəni, Allah Teala şirkdən, Allahdan qeyrisinə ibadətdən çəkindirib müşrikləri. Onlar isə mübahisə edirlər Peyğəmbər sallallahu aleyhi və səlləmə, misal çəkirlər İsa aleyhissalamı. Allah Teala buyurur ki, mə darabuhu ləkə illə cədələ. Onlar sənə bu misalı yalnız sənlə mübahisə etmək üçün çəkdilər. Yəni, haqqı tapmaq üçün yox. Bəlhum qovmun xasimun. Onlar mübahisə edən bir qövmdür. Alimlər, qardaşlar, qədimdə əqidə yazanlar, Əhl-i Sünnə vəl Cəmaənin metodikasını, usulunu
mənhəcini yazan alimlər, onlar bab gətiriblər. Kitablarında fəsil açıblar və yazıblar ki, zəmmul cidəl vəl-xusumət fid-din, dində mübahisə edib, xusumətkar olmaq, yəni biri-biri ilə mübahisə eləməyin məzəmmət olunması. Və gətiriblər birinci bu hədisi. Hansı ki, Əbi Sələmə, Əbi Umamə radiyallahu, Əbu Umamə radiyallahu Peyğəmbər sallallahu aleyhi və səlləmlə rəvayət edir ki, bir qövm, mə zallə qovmun bə'də hudən kənu aleyhi. Hidayət üzərində olan bir qövm azmadı, hətta və ya illə utul cədəl. Hətta cədəl etmədikcə, mübahisə gətirmədikcə. Və həmçinin bu hədisi rəvayət edib, yəni böyük alimlərdən İmam Tirmizi rahiməhullah, həmçinin İmam Zəhəbi rahiməhullah, təbii ki, İmam Zəhəbi bu hədisi gətirib və hədisin yəni yaxşı hədis olduğunu, bəyənilən, qəbul olan hədis olduğunu deyib, həmçinin İmam Əhməd rahiməhullah rəvayət edib və deyib ki, bu hədis yaxşı hədisdir və səhihdir. Və gətiriblər bəzi zəif hədislər. Bunun üzərində hansı ki, o hədislərin mənası səhihdir. İndi zikr edəcəyim hədis mətincə zəifdir. İsnadca zəifdir daha doğrusu, mətincə yox, sənədcə zəifdir. Lakin mənaca hədis səhih hədisdir. Abdullah ibn Yazid Dəməşqi deyir ki, məni Əbu Darda, Əbu Umamə və Vasilə ibn Əsqa radiyallahu anhum, həmçinin Ənəs ibn Məlik radiyallahu anhum, onlar deyirlər ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm bizim yanımıza çıxdı və biz isə mübahisə edirdik dini məsələlərdə. Fəğadibə ғadaban şədidə, çox şiddətli bir şəkildə qəzəbləndi. Ləm yəğzab misləhu thumma intiharna. Belə qəzəblə heç vaxt bunu qəzəblənən görməmişdik. Yəni Allah Rasulunu sallallahu aleyhi və səlləm. Sonra biz dayandıq, yəni mübahisəni saxladıq. Fəqalə ya ümmətə Muhammed, dedi ey Muhammedin ümməti, yəni özünüz üçün nə üçün od qalıyırsınız? Nə üçün öz aranızda od qalıyırsınız? Məyər siz bununla əmr olundunuzmu? Yəni Allah Teala məyər bununla sizə əmr etdi? Məyər mən sizə bundan çəkindirmədimmi? Əgər bilmirsiniz ki, sizdən qabaqçılar elə buna görə həlak oldu. Sonra dedi ki, tərk edin mübahisəni, çünki onda zərrə qədər də olsun xeyir yoxdur və ya onda zərrə qədər xeyir ola bilər. Yəni zərrə qədər az xeyri ola bilər deyə mübahisə etməyin. فَإِنَّ نَفْعَهُ قَلِيلٌ, onun faydası azdır. وَيَهِيجُ الْعَدَاوَةَ بَيْنَ الْإِخْوَانِ, o qardaşlar arasında ədavət yaradır. Və sonra deyir ki, tərk edin mübahisəni, həqiqətən də mübahisə edən mübahisənin fitnəsindən əmin qalmadı. Yəni mübahisə edən mübahisənin fitnəsindən düşə bilər. Və sonra buyurdu ki, tərk edin mübahisəni, həqiqətən də mümin mübahisə eləməz. Və tərk edin mübahisəni, həqiqətən də mübahisə edənin həsrəti qurtarmaz. Və sonra buyurur ki, sənə günah olaraq bəsdir ki, sən hələ də mübahisə edərək qalırsan. Yəni mübahisəni tərk etmirsən. Və sonra buyurur ki, həqiqətən də mübahisə edənə qiyamət günü şəfaətçi olmayacaq. Tərk edin mübahisəni. فَأَنَا زَعِيمٌ بِثَلَاثَةِ أَبْيَاتٍ فِي الْجَنَّةِ, mən cənnətdə 3 dənə ev zamin dururam. O kəsə fi vasatihə, və onun ortasında və ribadihə və aləhə, onun aşağısında və onun yuxarısında
limən tərəkəl miraə və huvə sadiq. Doğru olduğu halda belə mübahisəni tərk edir. Mən ona cənnətdə, cənnətin ortasında evlə zamin dururam, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Və sonra buyurur ki, tərk edin mübahisəni. Həqiqətən də Rəbbimin məndən ilk qadağa etdiyi şey bu olmuşdu. Allahdan qeyrisinə ibadət. Allahdan qeyrisinə ibadətdən sonra ilk qadağa etdiyi şey mübahisəni tərk eləyin. Bu içkidən qabaq idi. Bu içki içməkdən qabaq mənə qadağan olunmuşdur. Və sonra buyurur ki, tərk edin mübahisəni. Həqiqətən də şeytan yoruldu ki, insanlar Allahdan qeyrisinə ibadət etsinlər. Yəni, onları azdıra bilmədi orada. Lakin onlar arasında ixtilaf salmaqdan yorulmadı. Yəni, mübahisəyə aparan şeylərdən yorulmadı. Və sonra buyurur ki, tərk edin mübahisəni. Həqiqətən də Bəni İsrail, onlar, yəni Yahudilər 71 firqəyə bölündülər. Nəsranilər 72 firqəyə bölündülər. Və mənim ümmətim də 73 firqəyə bölünəcək. Hamısı zəlalətdədir birindən başqa. Dedi ki, illə savadəl-əzam, əzəmətli qaraltı və ya əzəmətli olan qaraltıdan başqa. Və soruşdu ki, qalə dedi ki, qalu ya Rasulallah, məs savadul-əzam, əzəmətli qaraltı onlar kimlərdir? Qalə mə kənə alə mə anə aleyhi və əshabi. Mən və əshabım nəyin üzərindəyəmsə odur. Mən ləm yumari fi dinillah, Allahın dinində mübahisə etməyənlər və ləm yukəffir əhədən min əhli təvhidi bidənbihi, onlar təvhid əhlindən heç kimi günahına görə təkfir etməzlər. Və dəkərəl hədis, və sonra bu hədisi zikr etdi. Muhammed ibn Hüseyin radiyallahu anh buyurur ki, bu barədə, yəni bu hədis, bu xəbər barədə tabeinlər eşidəndən sonra onlar dində mübahisəni tərk etdilər. Və müsəlmanları da dində mübahisə etməkdən tərk etdilər və dedilər ki, sünnədə nə gəlib onu götürün. Artıq mübahisə eləməyin. Və sahabələr nəyin üzərində edilərsə, onunla gedin. Allahın müvəffəq etdikləri bulardır. Və biz istəyirik ki, o tabeinlərdən, onlardan sonra gələn ətba tabeinlərdən, onlardan sonra gələn alimlərdən zikr eləyə bəzi məzəmmətli sözləri, hansılar ki, onlar cidal haqqında, mübahisə haqqında demişdilər. Muslim ibn Yasar deyir ki, yəni Muslim ibn Yasar deyərdi, İyyəkum vəl-mira, yəni həzər edin, qaçın mübahisə etməkdən, fəinnəhə sə'ətu cəhlil alim, o alimin cahil qaldığı saatdır. Yəni, bilən adam əgər mübahisəyə girirsə, onun cəhalət vaxtıdır. Mübahisədən qaçın, həqiqətən də o, alimin cəhalət saatıdır. Və bihə yəbtəği şeytanu zillətə, şeytan onun ayağının sürüşməsini orada gözləyir. Və sonra eyni rivayəti Həmməd İbn Zeyddən, o da Muhammed İbn Vasidən, yenə Muslim İbn Yasardan eyni ləfslə rivayət edir ki, mübahisədən çəkinin, fəinnəhə sə'ətü cəhlil alim, o alimin cahil qaldığı saatlardır. Və bihə yəbtəği şeytanu zillətə, şeytan onun azığından orada gözləyir. Ayağının sürüşməsini orada gözləyir. Alimin ha, qardaşlar? Alimin. Və həmçinin Həmməd ibn Ziyad deyir ki, Eyyub deyir ki, Əbu Qaləbə dedi, Lə tücəlisu əhləl-həva və əhləl-əhva, hava əhlini oturmayın. Və lə tücədiluhum, onlarla mübahisə eləməyin. Fəinni lə əmən əm yəğmisukum fil-zalalə, sizi zəlalətə salacaqlarından, salmayacaqlarından əmin deyiləm. Sizi zəlalətə salmayacaqlarından əmin deyiləm. Əv yuləbbisu aleykum fid-dini bə'də mə leysə
lubbisə aleyhim. Onlara təlbis olunmuş şeyləri sizə təlbis edəcəklərindən əmin deyiləm. Etməyəcəklərindən əmin deyiləm. Yəni sizə də o şeyləri təlbis edə bilərlər. Və həmçinin Osman ibn Abi Şeybə deyir ki, Həşim ibn Yəsar rəvayət edir ki, Muaviyə ibn Qarra dedi ki, əl-xusumət fid-din, dində mübahisə tuhbitul əməl, əməlləri zay edir. Tuhbitul əməl, çünki mübahisə etsən, başlayırsan o mövzuda araşdırmağa, o mövzuya baxmağa, o mövzuda ibadətlər yaddan çıxır. Məşğuliyyət artıq başqa səmtə, başqa yönə, başqa məcraya yönənir. Və də baxırsan ki, zəifləmirsən. Baxırsan, səbəb nədir? Xusumət. Kiminsə qarşısında düz çıxım. Mən düz deyirəm. Sünnə nədir? Onu elə və sələflərin üzərində olub, onun üzərində olub, təbii ki, xusumət. Necə gələcək sələflərdən. Və həmçinin Ömər ibn Abdüləziz rahiməhullah buyurur ki, mən cəalə dinəhu qaradan lil-xusumət əksərət tənəqqül. Kim öz dinini mübahisə yerinə çevirsə, o dəyişikliklərdə ən çox olacaq. Yəni, bir də görəsən belə fikirdədir, bir də görəsən belə fikirdədir. Çünki dini mübahisədir ancaq. Onun dini ancaq oturur mübahisə edir. Mən cəalə dinəhu qaradan lil-xusumət, kim dinini məqsəd olaraq xusumətdə, mübahisədə görəcəksə, əksərət tənəqqül. Dəyişməkdə ondan çox adam dəyişən görməyəsən. Ən çoxu dəyişəcək. Və həmçinin deyir ki, Mə'n ibn İsa buyurur ki, Ənəs ibn Məlik, daha doğrusu Məlik ibn Ənəs, İmam Malik, rahiməhullah, İmam Malik, Mədinənin imamı, İmam-ı Dəril Hicrə, hicrət diyarını, yəni Mədinənin imamı bir günlərin məscidə tərəf getdi. Və o, əli üzərinə söykənib dayanmışdı məsciddə. Və onun yanına bir kişi gəldi və bidətdə ittiham olunurdu. Və qalə ya Əbə Abdullah, dedi, ey Abdullah atası, yəni İmam Malikin kunyasıydı. Əbu Abdullah. Dedi, ya Əbə Abdullah, İsmə minni şeyən ukəllimukə bihi. Məndən bir şey eşit, sənlə danışmaq istəyirəm. Və uhaccik, sənə onunla dəlil getmək istəyirəm. Və uxbirak bir rayi, sənə rəyimi demək istəyirəm. Qalə fə in qaləbtəni, birdən mənə qalib gəlsən. Qalə dedi ki, in qaləbtukə təbə'təni, mənə tabi olacaqsan. Yəni sən keçərsən mənə rəyimə. Qalə fə in cəə rəculun əxar, birdən bir başqa kişi gəlsə, fə kəlləmənə fə qaləbənə, bizlə danışsa, ikimizi də o üstün gəlsə, qalə nəttəbi'hu, deyir, ona tabi olacaq. İmam Malik deyir, ya Abdullah, ey Allahın qulu, tərbiyələndirir, demir ki, mübahisə edir, ona ağılı verir. Deyir, birdən sən mənə qalib gəlsən, neyniyim mən? Deyir, mən bilmirəm, sən mənə çox bilirsən. Sən mənə qalib gəlir, neyniyim? Deyir, keç mənə rəyimə. Deyir, yaxşı, birdən biri gəlsə, ikimizi də qalib gəlsə, deyir, keçək onun rəyinə. Deyir, ey Allahın qulu, bə'ətəllahu Muhammədən bidinin vahid, Allah Muhammədi bir din üzərinə göndərdi. Və ərakə təntəqilu min dinin ilə din, səni dindən dinə keçən görürəm. Yəni, hərdən beləsən. Qalə Ömər ibn Abdüləziz, bir Ömər ibn Abdüləziz belə deyərdi. Mən cəalə dinəhu qaradan lil-xusumət, kim dinini mübahisə yerinə çevirərsə, əksərət tənəqqulə, dəyişkənliyi çox olar. Fikir versən Ənəs radiyallahu, Məlik, daha doğrusu İbn Ənəs rahiməhullah, özündən qabaqki sələfi tabeyini gətirdi. Dedim, Abdüləziz belə deyərdi Ömər ibn Abdüləziz. Nə deyərdi? Deyərdi, kim mübahisə çox eləsə, çox dəyişər. Və həmçinin
Hişam ibn Həsən deyir ki, bir kişi gəlir Həsən Əl-Basrinin yanına. Deyir, ya Əbə Səid, ey Səidin atası, Teala həttə uxasimək fid-din. Gəl biraz sənlə dində mübahisə eləyək. Bəzi məsələləri tartışaq, mübahisə eləyək. Və qaləl Həsən, Həsən ona deyir ki, əmmə ənə fəqad əbsartu dini. Amma mən öz dinimi görürəm, bilirəm, bəsirət üzərindəyəm. فَإِنْ كُنْتَ أَضْلَلْتَ دِينَكَ əgər dinini itirmisənsə فَالْتَمِسْهُ ged onu başqa yerdə axtar. Demədi ki, mübahisə eləyək. Baxma, Həsən Əl-Basri'dir, qardaşlar. Mübahisə eləyərdi onunla, hələ o tərəfə də keçərdi. Baxma, Ənəs ibn Məlik idi. Onunla mübahisə eləyərdi, hətta o tərəfə də keçərdi. Lakin, nə edir? Məktəb qoydu. Dedi, ey insan, Allah Muhammədi bir din üzərində göndərdi. Mən də onun üzərindəyəm. Səni elə dəyişkən gör. Və ya Həsən Əl-Basri necə ona cavab verir ki, səni görəm, elə bir ki, dinimi itirmiş kimisən, ged onu başqa yerə axtar. Həmçinin Həmməd ibn Musa'ad deyir ki, İmran Əl-Qasir belə deyərdi. İyyəkum vəl-munəzə'ə vəl-xusumə. Nə bağda kimlənsə mübahisə və xusumət edərsiz. Və iyyəkum və həulə əlləzinə yəqulun ərəaytə deyir, o kəslərdən uzaq durun. Onlar dedilər ki, gördün, yəni gördün o beləcidir, gördün o beləcidir. Xusumətdə. Mübahisə gedir, deyir, gördün o beləcidir. Gördün o beləcidir. Və həmçinin Səlləm ibn Əbi Muti' deyir ki, bir hava əhlindən kişi Əbu Eyyub Əl-Sıxtiyani rahiməhullahın yanına gəldi. Dedi ki, fəvəllə Eyyub. Eyyub isə üzün döndərdi. Və cəalə yuşiru bi isbi'ihi. Və ona deyirdi ki, barmağı ilə, yəni yarım kəlmə də danışma. İstəmirdi mübahisə eləmək. Və la nisfə kəlimə. Və la nisfə kəlimə. Yarım kəlmə də yox. Yarım kəlmə də yox. Yəni bir kəlmə, məsəl üçün kəlmənin biri, məsələn deyirsən ki, məsələn alma. Deyir, demə, al. Nisfə kəlimə. Yarım kəlmə dedim. İstəmirəm mübahisə eləmək. Mübahisə etmək istəməyən bilirsiniz kimdir? Əhl-i-Sünnə vəl Cəmaə imamı Eyyub Əs-Sıxtiyani rahimehullah rahmetullah. Mübahisə etməyən bilirsən kimdir? Həsən Əl-Basri. Etməyən bilirsən kimdir? Məlik ibn Ənəs. Bunlar elə bil adamlar deyil, bunlar imamlardır. Bunlarla misal çəkilir insanlara. Bunlar örnəkdir. Və həmçinin Muhammed ibn Sirin rahimehullahın yanına iki kişi gelir. Muhammed ibn Sirin bilirsiniz kimdir? İmam Müslim rahimehullah öz əsərini Səhih Müslim'i yazanda onun sözü ilə başlayır. Bu din sizin, bu elm sizin dinimizdir, baxın onu kimdən götürürsünüz. Sonra öz səhih əsərini yazır. Muhammed ibn Sirin yanına iki dənə kişi gelir. Onlar da rəy əhlindən idilər. Hərəsinin öz rəyi var idi. Və qalə ya Əbə Bəkr, nühəddithükə bi hədith, sənə bir hadis danışa bilərik, söz danışa bilərik. Qalə lə, dedi yox. Qalə, və nəqra aleykə ayətə min kitabillah, Allahın kitabından bir ayə oxuyaq. Qalə lə. Qalə lə, dedi yox. Dedi, ya onlar dururlar buradan, ya onları məzun duracaq. Aydındır? Ya onlar dursunlar buradan, ya da onları mən özüm duracağam və ya mən özüm duracağam. Yəni, Muhammed ibn Sirin onunla danışardı səhərə kimi. Ama danışmadı. Həmçinin sələflərin yanına gələrdilər. Məsələn, gələrdilər Attan ibn Beşir yanına gələrdilər, deyərdilər ki, səninlə bir şey danışıb, səninlə bir şey mübahisə edə bilərəmmi? Deyərdi ki, yox. Çünki qəlbimə bir şey girər, qəlbimə bir şey daxil olar.
mədə həlak eləyər, sonra o da girərəm. Və həmçinin Marwan ibn Şəcca deyir ki, Səmitu Abdülkerim və Abdülkerim Əl-Cəzəri belə deyir. Bu söz çox gözəl sözdür, qardaşlar. Deyir ki, mə xasəmə vari'un qat fiddin. Ehtiyat eləyən adam dində heç vaxt mübahisə eləməz. Ehtiyat eləyən adam. Ehtiyatını götürən adam dində mübahisə eləməz. Təbii ki, əsərlər çoxdur, qardaşlar. Əgər mən bu fəsli, bu babı oxusam, bəlkə də 2 saat çəkəcək. Lakin mən buradan bəzi əsərlər oxuyacağım və kifayətlənəcəm. Bəsdir bizim üçün. Bura qədər bəsdir əslində. Lakin eyb etməz bir-iki dənə də əlavə eləsək. Və həmçinin Sufyan ibn Amr deyir ki, İbn Qeys, qultu lil-həkəm, həkəmə dedim ki, mətdarabən nəsu iləl-əhva, mətdarran nəs iləl-əhva. İnsanları nə vadar etdi ki, onlar azdılar, hava əhli oldular. Qalə əl-xusumət, mübahisələrdir. İnsanları zəlalətə nə apardı? Dedim, mübahisələr. Və həmçinin, yəni, bəziləri gəldilər, Əbu Həmzə, dedilər ki, ya Əbə İmran, ey Əbu İmran, bu rəylərdən hansı sən xoşuna gəlir? O da alim idi. Fəinni uhibbu ən əxudə bir rayik və əqtədi bik. İstəyirəm sənə rəyi götürəm. Sən deyənin arxasınca gedəm. Qalə, mə belə dedi. Mə cəaləllahu fi şeyin minhə mithqalə zərratin min xeyr. O rəydə Allah zərrə qədər xeyir qoymayıb. Yəni, xeyir dəlildədir. Allah o rəydə mithqalə zərra, zərrənin misqalı qədər xeyir qoymayıb. Və mə hiyə illə zinətuş şeytan. O rəy şeytanın zinətindən başqa bir şey deyil. وَمَا الْأَمْرُ إِلَّا الْأَمْرُ الْأَوَّلِ. İş birinci olan işdir, yəni sahabələrin vaxtıdır. Yəni, ora qayıt, nə o hansı rəy sən xoşuna gəlir? Bazarda köynək almırsan, hansı rəngi xoşuna gəlir? Sən hansını xoşlayırsan, mən də onu xoşlayıram. Belə adamlar var. Sən hansı rəydəsən? Sən rəyin nədir? Allahu akbar. Allahu akbar. Və həmçinin Tavus deyir ki, atasından rəvayət edir ki, bir kişi, Tavus İbn Abbasın tələbəsidir. Deyir, bir dənə kişi gəldi İbn Abbasın yanına, dedi ki, Elhamdülillahilləzi cəalə həvana alə həvakum. Dedi, Allaha şükür olsun ki, həmd olsun ki, Allah Teala bizim havamızı sizin havamıza tabi eləyib. Yəni, bizi sizə tabi eləyib. Qalə İbn Abbas, İbn Abbas dedi ki, əl-həva kulluhu dalalə. Hava hamısı zəlalətdir. Yəni, deməkdir ki, biz də sizin rəyinizdəyik. Allaha şükür. Deyir, rəy, hava, bunlar hamısı zəlalətdir. Yəni, dəlillə, dəlil üzərində olun. Ona görə İbn Abbas radiyallahu anh sahabələrlə, tabeyinlərlə danışanda, xüsusən tabeyinlərlə, onlar deyirlər ki, Əbu Bəkir Ömər belə deyir. Əbu Bəkir Ömər belə deyir. Deyir, qorxuram ki, başınıza daş yaxsın. Mən deyirəm, Allah Rasulü belə deyir, siz deyirsiniz, Əbu Bəkir Ömər belə deyir. O vaxtı qəbul deyil, deyərək. Ümmətin saadətləri yaşayırdı. Ağaları, Əbu Bəkirlər, Ömərlər, Osmanlılar əllər rəy qəbul deyil. İndi bir dənə şey var. Şeyx Fovzan demir və İbn Baz demir. Dəlil. Dəlil nə? Hamı deyir. Yəni, o söz niyə səni təəccübləndirir? Bəzi təkfirçilər görürsün, bir şey deyir, Fovzan belə deyir. Var elə adamlar. Dəfələrlə rastlaşmışam elə. Hətta dedim ki, dəlil nədir? Dedi ki, Şeyx Fovzanla qiyamət günü görüşərsin. Görüşərik, Allah razı olsun, sağ olsun. Allah bizi Şeyx Fovzanla nəşrətləsin, Peyğəmbərlərlə. Sənin dəlilin nədir? Sən bu dəqiqə bir şey əqidə qurmuşsan özü və etiqad edirsən bir fikri. Düşmüsən Şeyx Fovzanın arxasına. Dayanmışsan arxasında, bir şey deyən kimsən Şeyx Fovzan deyir. Boşa düşdüm, mən də deyirəm Şeyx Fovzan deyir. Dəlil nədir? Rəy bunun xoşuna gəlir. Niyə görə? Havasına uyur bəlkə də. Bəlkə də və bəlkə də və bəlkə də. Bəsdir bu qədər, qardaşlar. Və iki əsər də oxuyaq bəsdir. Və
buyururlar ki, İmam Avzai'dən eşidildi ki, o dedi ki, Aleykə bi əthəri minəs-sələf, sələflərin əsərlərinə tabi ol və in rafadəkən-nəs, hətta insanlar səndən üz döndərsələr belə və iyyəkə və ara-rical, kişilərin rəylərini tərk elə. O belə dedi, bu belə dedi, o belə dedi, bu belə dedi. Və in zəxrafu ləkə bil-qavl, hətta gözəl sözlər danışsınlar belə, tərk elə o sözləri. Və sonuncu, hansı ki, əhəmiyyətli bir əsərdir, bu əsər də Muhammed ibn Vasi deyir ki, Safvan ibn Muharraz, onu gördüm. Gördüm meçiddə əlini işarə edir meçidin bir küncünə. Və deyir, orada bir neçə cavan oturub mübahisə edirdilər. Və gördüm ki, bəziləri mübahisədə belə şalvarını çəkir, paltarını çəkir, belə mübahisə edir yəni. Və buyurur ki, İnnəmə əntum curub, İnnəmə əntum curub. Siz fəsad əhlisiniz, siz fəsad əhlisiniz. Onlara işarə etdi. Rahiməhullah Safvan ibn Muharraz, Rahiməhullah rəhmətən vəsilə. Və bunlar sələfdən bəzi, yəni 5% əsərlər idi və illə əks halda əsərlər çoxdur ki, din bəyənməyib, şəriət bəyənməyib, xüsuməti, cədəli, Allah Teala onu yəni pis bir sifətlə, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem onu pis bir məzəmmət edib və sələf belə başa düşüb, məzəmmət ediblər. Allah Teala bizi qorusun, bərəkət versin. Aqulu ma tesma'un və sallallahu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi və men ittaba bi sunnetihi və men ittaba sunnetehu və istemseke biha və sallallahu ala nebiyyina Muhammed və ala alihi və sahbihi.